Melisa Qrup tikinti şirkəti insanları şoka salan söküntü işləri aparır. Belə ki, Bakı şəhəri Yasamal rayon Alatavə ərazisində tikinti iş aparan Melisa Qrup tikinti şirkəti onların təklif etdiyi məbləğlə razılaşmayan sakinlərin evlərini ağır texnikalarla uçurub. Nəticədə mənzil sahiblərindən xəsarət alanlar var. Media TV Azmedia qrupu xəbər verir ki, bununla bağlı video paylaşımı Əzizə Kərimli öz sosial şəbəkə hesabında paylaşıb. Melisa Qrup şirkəti vətəndaş mənzilində yaşamasına baxmayaraq apardığı söküntüdən real görüntüləri sizlərə təqdim edirik. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Kavat çekil oradan, hay kavat! Dağıttılar balkonumuzu və qaçıb gedirlər.